Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Atlantik Okeanın cənubunda 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Argentinada da hiss olunub. Tsunami təhlükəsi elan edilib. Çilinin Magellan bölgəsində sahilyan ərazilərin sakinləri artıq təxliyə olunublar. Xəsarət alanlar və dağıntılar barədə isə hələlik məlumat yoxdur. Türkiyənin Kütahya əyalətinin Simay bölgəsində isə 4,2 bal gücündə zəlzələ baş verib və bu barədə məlumatı Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Vəziyyətlərin İdarə Edilməsi Agentliyi yayıb. Yeraltı təkanların 12,5 kilometr dərinlikdə meydana gəldiyi qeyd olunur. Myanmada, Türkiyədə, İranda baş verən dağıdıcı zəlzələlər mövzunu yenə də aktuallaşdırır. Xəzər dənizində isə yaxın tarixdə 58 kilometr dərinlikdə olan 3,6 magnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələlərə qarşı müdaxilə mümkün deyil, amma baş verə biləcək təhlükələrə qarşı hazırlıqlı olmaq elə əlimizdədir. Bəs ölkəmizdəki hansı ərazilər daha çox zəlzələ riski daşıyır? Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşir. Bu ərazilər əsasən Böyük və Kiçik Qafqaz dağlarını əhatə edir. Talış dağlarında magnitudası 5-dən yuxarı olan zəlzələ ehtimalı var. Hətta 8 bala qədər. Aktiv zona əsasən bizdə Talış dağları zonasıdır. Burada qırılma zonaları var. Aktiv zonalar əsas orada, Lerikə doğru, qərbə doğru. Xəzər dənizində çox nadir halda elə bir təkanlar qeyd olunubdur. Amma 8 bala qədər, 8 bal zəlzələ ehtimalı var bizim bu Talış dağları zonasında. Zəlzələlərlə bağlı ilkin məlumatlar seysmoloji stansiyalar vasitəsilə öyrənilir. İl boyu tək bu stansiyadan 700-800 zəlzələ qeyd olunurdu. Və dünyanın bütün yerlərində Çili zəlzələsi olsun, istəyir Yunanistan zəlzələsi, yəni aktiv yerlər ki var. Türkiyədə İran zəlzələləri, Əfqanistan, Pakistan, Yaponiya, yəni nə qədər ki var yer kürəsində uzaq zəlzələlər ki var, magnitudası 5-dən, 6-dan yuxarı, bu stansiyada həmin seysmik dalğalar qəbul olunub. Son dövrlərdə qonşu ölkələrdə, xüsusilə Türkiyədə baş verən zəlzələlər Azərbaycanda seysmik fəallığın artmasına səbəb olur. Və hazırda biz Zəlzələ Tədqiqatlar Bürosundayıq və burada GPS-lər yerləşir ki, onlar da yer səthindəki horizontal hərəkətləri ölçür. Və GPS məlumatların əsasında biz gördük ki, ən yüksək sürətlər həmin bu stansiyalarda, o bölgədə yerləşən stansiyalarda yüksək sürətlər qeydə alınmışdır. GPS stansiyası peyk vasitəsilə alınan məlumatların əsasında hesablanır. Hazırda 48 peykdən istifadə olunur. Peyk məlumatları stansiyalarda hesablanaraq mərkəzə ötürülür. Respublika üzrə bütün seysmogen zonalarda hamısı fon səviyyəsindədir. Yəni xırda təkanlar baş verir. İçərisində deməli magnitudası 3-3-dən yuxarı olanda biz onu saytlara və informasiya agentliklərinə, eləcə də üzvü olduğumuz Avropa, Amerika o qurumlara ötürürük. Bəs ölkəmizdəki daha çox hansı əraziləri zəlzələ riski daşıyır? Ən çox deməli Şamaxı İsmaillidir, sonra Şimali Qərb Şəki Zakataladır, Kiçik Qafqazda deməli Gəncəbasardır, Talış zonasıdır, eləcə də Naxçıvandır. Bugün Azərbaycanda 100-ə yaxın GPS stansiyası var. Seysmoloji stansiyaların sayı isə 88-dir. Onlar seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlarda mühüm əhəmiyyət kəsb edir. Lalə Allahverdiyeva, Novruz Kazımov, Əyyub Türkay, Çinarə Qambayeva, ASTV xəbər.